şairdir. Ağdam güzeldir. Kocalı'dan, Xan kəndindən, Xocavənddən var sonra bizim idi, bizim oldu Qarabağ. Şamiloğlu, belə qeyrətli hamı 44 günə şoka saldıq dünyanı. Dəmir yumruqla azad etdik Şuşanı. Qarabağda asılıqdı al bayraq. Bizim idi, bizim oldu Qarabağ. Bu sözü deməyə birbaşa, bax burada duran qəhrəman valideynlərinin imzası var əzizlərim. Sizdən xahiş edirəm bu fəxri valideynlərin şərəfinə bir yürütülü almışsınız orada. Hallarınız var olsun. Ben sizlerin her birisinin karşısında baş əyirəm. Siz müstəqil Azərbaycan Respublikasının fəxri valideynlərsiniz. Eşq olsun sizlərə. Və bana yaxınlaşan bak Azerbaycanımızın kahramanlarından biri gazimiz yanımızdadır ve elə bütün gazilerin şerefine de bir yürütülü almışsınız Allah. Eşk olsun. Baba söz sizinle buyurun. Allah'ın şehitlerimize şehit olmasın. Zıcımız duran şehitlerine bir dünyada hücumlar yapar. Şehit ailesine hoş yönleştir, şehitler. Allah'tan arzu edilen ki her zaman evimize hoş yönler edelim. Her zaman yüzümüz gülsün inşallah. Allah sabır versin. Allah hoşbaht olsun demesin. Yarayan ailelerden olsun. Allah razı olsun. Mübarek olsun. Öğrenlerden olsun. Yalan ümrede evlat olsun. Mübarek olsun. Ben de güzel tebrikleri başından ömür vermişim tebrikleri. Güzel balamızı, kız balamızı hoşbaht olsun. Kanalın bu vakti Allah sana efendiyle güzel neviyle sevgilensin ve kamil oldu. Deyirəm ki, kardeşim sen güzel şəxsiyyətsən. Öpürəm səni. Qonaqlarımıza salamlayıram və deyirəm Həbib kardeşim. Ay Həbib kardeşim. Sen bu kadar müğənniyi yığırsan ama öz toyunda bu kadar okuyan yok idi. Sen, yanındadır sen toyunu şəxsən özmüşmək edədin. Bu kadar müğənni yok idi və bizim bu şəhid ailələrinin rəqs edəndən sonra xahiş edən bu kadar müğənnimiz var, okuyanımız var. Bir de Bayatı Şirazı, Tacir müəllim, Tacir Şahmaloğlu, öhürlü vuran bir Bayatı Şirazı kim oxusa öpürəm onu. Bəhdən təbrik edirəm. Bəlkə atası yox, Şəhqan birinin üzü kimi, həm də gəlinimizin babası düşürür. Düzü, babası düşürür. Təbrik edirəm ürəkdən. Ömərə, yengəmə, can sağlığı arzudur. Evlatlara da uğurlar arzudur. Xoşbəxt olsunlar. Xoşbəxt günlərini görmək istəyirəm. Sağ olun. Çok sağ olsun. Allah sizden razı olsun. Müzikçilerimizden razı olsun. Sabri Hanım, gözünüz aydın olsun. Ay gözünüz aydın olsun. Her birimizin gözünüz aydın olsun. Tebrik ederim beğenmesi geldiğinize. Allah hoşbaht eləsin. Belki de bile kısmet imiş, kısmetten kaçmak olmaz. Allah hoşbaht eləsin. Oğlunuz da olsun. Ne çekim? Her vaxtınız xeyir olsun, hörmətli qonaqlar, hər birinizi salamlayıram. Mən özümü şəhid qardaşı kimi yox, bütün şəhidlər mənim qardaşımdır. Elə hesab edirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Ali baş komandanımız başda olmaqla bütün ordumuza yeni qələbə sevinçlər arzu edirəm. Elimiz, ufadımız, millətimiz, dövlətimiz, ailəmiz həmişə var olsun. Bugünkü gənclərimizi təbrik edirəm. Və onlar xoşbəxt olsun. Və onların o qədər evlatları olsun ki, Azərbaycan xalqının çiçəklənməsində, Azərbaycan xalqının inkişafında onlara da müstəsna xidmətləri olsun. Bir ziyalı kimi, şəhid kimi yox. Arzu edirəm ki,
bir də bizim dövlətimizə, millətimizə Allah şəhid ailəsini qismət eləməsin. Amin inşallah. Bundan sonraki həyatımız şərsiz həyat olsun. Həyatımız Dəyərli izləyicilər, onu da qeyd edeyim ki, bugünkü gördüyünüz bu möhtəşəm toy məclisi insan versin. şəhidimiz Onlar bilsinlər ki, Qurbanov Səid Öməroğlunun bacısının toyudur. Allah bütün şəhid qapılarına, şəhid ailələrinə bugündən sonra ancaq və ancaq toy qismət eləsin, şadlıq qismət eləsin. Allah xoşbəxt eləsin. Yar yanlarda olsun. Oğullu uşaqlı olsun. Əvvəla salamlayıram sizin aydınızı, hörmətli şəhid valideynlərini, bütün qonaqları. Demək olar ki, hər kəsdə doğulmaq yaxın insanlardır. Əşrəf qardaş, səni xanımını ürəkdən təbrik edirəm. Allah sizi xoşbəxt eləsin. İnşallah bütün şəhid ailələrinin evlərinə toya xeyirçə getmək qismətimizdir. Bugün mən öz adımdan deyə bilərəm ki, bu məclisdə iştirak etmək mənim üçün aləm üçün çox gürür verici, çox rəyimizdən belə keçən bir tədbirdir. İnşallah ki, bütün orada iştirak edirəm. Bəyimizə, gəldiyimizə, subayların hər birinə ona arzu edirəm ki, şəhidlərimizdən bizə miras alan bu su içində olan Azərbaycanımıza xoşbəxt yaşasınlar. Allah bir daha yerimizə, xalqımıza müharibə göstərməsin. İnşallah həmişə toyda, xeyir işlərdə görüşmək istəyirəm. Bir daha ürəkdən təbrik edirəm. Xeyir işlər, toyda hər birinizi görməyə ayrılır inşallah. Çox sağ olun. Və mən bu arada inan Allaha bəlkə də ömrünü hər dəqiqəsini həsr eləmiş. O aslanın erkəyi dişisi olmaz, bizim xalqımıza aid o söz. Həqiqətən də aslan xanımlardan olan və bütün şəhidlərimiz insanların tez-tez yadına salıb, onlara görüntü olaraq göstərə bilər. Gülməz xanıma bir ürəkdən almışlar rica edəcəm. Ürəkdən, biraz xabeş olsun sizə. Almışlayalım və hər birinizin ünvanına gözəl günlər arzulayaraq bu sizin xahişiniz,